su çarşambası su durardı, giderdik su başına. Su başına, dastana giderdik, tek giderdik. Ancak yere hiç kimle danışmıyorsan. Hele suyu götürerdik, yüzümüzü yuyardık, üzümüzü, elimizi yuyardık. Suyu götürerdik, gelerdik eve. Sapardık mesela evin etrafına, uşaklara, mesela hayata, bacaya sapardık. Axırıncı çarşambaya can qurğa elərdik, Axırıncı çarşambaya samanı koyardılar. Ne lazımdı belə şey, qoğalzad bişirərdik. Çarşambaya can, bayrama can belə şeyler gerek otarsın. Ev temizlemek, sıvamak, süpürmek, hele süpürmek, tandırı sıvamak, hamı axırıncı çarşambaya gerek otarsın işler. İşler otarsın, bayrama can. Novruzun ilk çərşənbələrindən biri olan su çərşənbəsini qeyd edirik. Bu çərşənbəyə el arasında əzəl çərşənbə, sular Novruzu, gül çərşənbə, xəbərçi çərşənbə də deyirlər. Su çərşənbədə su hövzələri, su arxları yenilənir, səliqəyə salınır. Deyim, bizim cənub bölgəmizin insanları da hələ gün doğmamış su başına gələr, axar suda əl üzünü yuyar, bir-birinə su çiləyər. Suyun üstündən keçib deyərlər ki, azarım, bezarım, qadan balamı su aparsın deyib, həmin sudan götürüb evə də apararlar. Həyət bacaya, mal qaraya, ev eşiyə, yorğan döşəyə də səpilər ki, illəri ruzlu, bərəkətli olsun, xəstəliklərdən uzaq olsunlar. Və hətta həmin sudan xəstələrin, yaralıların da yarasına səpilir ki, şəfa tapsınlar. Su ilə bağlı müxtəlif inanclar var, bayatılar, atalar sözləri, hətta sufalı da var ki, subay qızlar həmin axşam su ilə fala baxarlar. Mən aşiqəm səpərlər, torpağa şüm səpərlər. Novruzda yatan kəsin, üstünə su səpərlər. Sürü deyil naxırdır, qazan divi paxırdır. Sonuncu çərşənbənin öz adı ilaxırdır.